Salam Çox Gərəm sağ abi, olun. hoş gəlmisiniz. Çox sağ olun. Minnətdaram. Biz də minnətdarıq ki, təşrif buyurmusunuz. Sizə bir Kəlbəcərin işğalı barəsində bir neçə sual vermək istəyirdik. Deməli, 1993-cü ilin aprel ayında Kəlbəcər işğal olub. Bunun səbəbləri haqqında bir neçə kəlmə deyərdiniz, zəhmət olmasa. Niyə Çox sağ işğal olun. olundu? Məsəl üçün, qoruyu saxlamaq olardımı? Əlbəttə ki, olardı. Yəni, ümumiyyətlə, dövlətin birinci növbədə müdafiə rayonunun yaratmaq məsuliyyəti var. Yəni, dövlətin biz deyəndə Müdafiə Nazirliyini mən nəzərdə tuturam. Yəni, Müdafiə Nazirliyi dövlətin bir qurumudur. Söhbət ondan gedir ki, Kəlbəcər rayonu çox strateji bir rayondur. Kəlbəcər rayonunun ərazisi 1936 kvadrat kilometrdir. Laçın rayon ərazisi isə 1835 kvadrat kilometrdir. Yəni, bu ikisi bir yerdə Dağlıq Qarabağ zonasından, yəni Muxtar vilayətdən, Qondarma Muxtar vilayətdən demək olar ki, bir 350 kvadrat kilometrə artıqdır. Mən bir şey qeyd edeyim ki, 92-ci ilin Ağdərə əməliyyatları zamanı 700 saylı motorçu briqada Ağdərə istiqamətində hücuma keçdi. Yəni, Tərtər istiqamətindən, Torpaqtepe istiqamətindən və Zaur Ruzayevin, sonra general Zaur Ruzayev, o vaxt polkovnik idi. Onun komandanlıq altında 701 saylı motorçu briqada Kəlbəcər istiqamətindən, yəni Narışlar istiqamətindən, Vaqvaz istiqamətindən hücum elədilər və Ağdərə rayonu işğalının azad olundu. Tərtər Kəlbəcər yolu açıldı və bundan sonra Müdafiə Nazirinin əmri ilə, yəni bunu general Zaur Ruzayev də öz yazılarında göstərib, dəfələrlə çıxışlarında deyib, hətta Kəlbəcərin işğalı ilə bağlı aynısının bir verilişi var. Orada mərhum prezident Əbdüləziz Elçi bəydir, sonra İsa Qəmbərdir, Pənah Hüseyndir. Yəni, Kəlbəcərin o vaxtki rəhbərliyindən olan şəxslərdir. Orada məsələ müzakirə olunur. Orada da general sabiq müdafiə nazirləri Ruzayevdə müəyyən məsələlərə toxunulur. Və həmin vaxtı Laçın işğal olunmuşdu. 92-ci ilin may ayında artıq iyun ayının 16-sında döyüş əmri verildi Ağdərə istiqamətinə. Və Laçın Şuşa işğalından sonra artıq Laçın ərazisində hərbi hissələr yox idi. Mən Laçın şimalı nəzərdə tuturam. Və Müdafiə Nazirinin əmri ilə briqada göndərildi Laçın şimalına. Orada 46 kənd işğaldan azad olundu və nəhayət demək, briqada sol istiqamətdə, Laçın şimalından sol istiqamətdə Fərraş kəndi, Qırqız demək, silsiləsi boyunca Fərraş kəndi, sonra Qaragəv istiqaməti, Sarıbaba, Ərdəşəvi, Arduşlu, Təzəkənd, Fingə, Tiqiq, Bilindüz, yəni sağ istiqamətdə də Qoçazdağ istiqamətində və Alxas Minkənd istiqamətində bizim qoşunlar mövqe tutdular və demək olar ki, Laçın koridoruna bir 4 kilometr məsafədə bizim motorçu briqada müdafiə mövqeyində dayandı və Qoçazdağında çox gərginliyin alındı, o da çox böyük itkilər vermişdi bizim briqada. Və nəhayət 93-cü ilin fevral ayında artıq Rusların köməyi ilə, mən xatırlayıram, həmin vaxtı Petrosyan həm Fransaya, həm Rusiya səfər eləmişdi. Orada görüşəndən sonra, Yeltsindən sonra o Fransa prezidenti var idi, Jacques Chirac, deyəsən o idi prezident. Yəni, onların görüşündən sonra artıq Rusların köməyi ilə fevral ayında artıq Ağdərənin kəndlərini ermənilər sürətlə götürməyə başladılar. Və nəhayət, fevralın sonları idi, Ağdərə da işğal olundu, Kəlbəcər Tərtər yolu bağlandı və bundan sonra vəziyyət çox gərgin oldu. Çünki bizim yeganə həyat yolumuz Ömər aşımına gələn yoldur. Yəni, bütün döyüş təminatı, yəni digər təminatlar hamısı Ömər aşımından 3396 metr məsafədən mən indi o dövrün Ömər aşırımı ilə Murovdağ silsiləsi olan yolla qışda. İndiki dövr bir dövr. Birincisi, o vaxt o yol çəkilmişdi, belə götürəndə çox ensiz, uçurum olan bir yol idi. Qar basırdı, təmizləyə bilmirdilər. Amma indi texnika çoxdur, təmizləyirlər. Eyni zamanda yolu enilədilər.
başqa istiqamətdən çəkdilər. O dövrdə çox çətin məsələ idi. Və vertolyotla da, helikopterlə də gətirilən ümumiyyətlə çox çətin idi, eyni zamanda təhlükəli idi, vura bilirdilər. Və bu vəziyyətdə Kəlbəcər və Laçın, əslində Laçın rayonu müdafiə edirdi briqada və 700 bir saylı motorcu briqadanla, mən bunu qeyd edeyim, ümumiyyətlə Kəlbəcər dəxil olmayan briqada idi. O briqada Laçının şimalını müdafiə edirdi. Yəni Laçın rayonunu müdafiə edirdi. Onun Kəlbəcərdə heç bir əmr, sərəncam da olmadı və burada da demək ekspertizanın hərbi taktik ekspertizanın rəyi var. Və bu ekspertizanın rəyində də göstərilir ki, Kəlbəcərin özünə ən azı 2 motorcu briqada lazım idi. Çünki Kəlbəcər Ermənistanın dövlət sərhədində yerləşirdi və demək olar ki, müdafiəsiz qalmışdı. Və belə olan sürətdə artıq yollar bağlıdır, təminat yoxdur, vəziyyət gərginləşir, çətin iqlim, relyef şəraitidir. Belə vəziyyətdə artıq düşmən hər tərəfdən hücuma keçmək istəyir. Və mən bir şey xatırlayıram və mən bunları niyə deyirəm? Yəni Kəlbəcər işğal olundu 33 il bundan qabaq və uzun müddət atəşkəs oldu və nəhayət torpaqlarımız 2020-ci ildə işğaldan azad olundu, suverenliyimiz bərpa olundu, müstəqilliyimiz, yəni bütün ərazilərimizdə bizim Azərbaycan bayrağı dalğalandı. Sadəcə mən bir şey qeyd edeyim ki, bu tarix baxımından lazımdır. Tarix baxımından lazımdır ki, bu bir hər bir generalın, hər bir zabitin, briqada komandirinin, yəni söhbət yüksək rütbəli zabitlərdən gedir, hər bir kəsin fəaliyyəti tarixə olduğu kimi düşsün. Polkovnik Qənizadə 701-in komandiridir, artıq General Zadir Rzayev Müdafiə Nazirindədir, nazir müavinidir və Polkovnik Qənizadə o vaxt Reydi Atriyadın komandiri idi. 701 saylı motorcu briqada komandir təyin edilər və Qənizadənin də Əfqanistan veteranı idi, Əfqanistanda Qızıl Ulduz ordenini almışdı. Yəni böyük dağlarda böyük döyüş təcrübəsi vardı və bunun da biz şahid olurduq. Və eyni zamanda briqadanın komanda heyət də çox demək peşəkar zabitlərdən təşkil olunmuşdu. Mən deyərdim ki, qərargah rəisi Aydın Şiriyev, sonra briqada komandirinin müavini Çingiz Əliyev, Azad Əsədov rəhmətlik və rəhmətlik, yəni çoxlar dünyasını dəyişiblər. Sonradan Eldar Həsənov, Qormaz Qarayev batalyon komandiri idi, sonra əməliyyat şöbəsinin rəisi oldu, sonra da qərargah rəisi oldu. Yəni bu zabitlərin hamısı kombatlardan Balay Nəsibov, sonra polkovnik briqada komandiri oldu. Qurban Qurbanov, Nərman Zeynalov, yəni demək olar ki, bir peşəkar komanda heyət formalaşmışdı 701-də və hər bir batalyonda, hər bir əlahiddə bölüklərdə çox peşəkar öz işlərini yerinə yetirirdi. Amma deyək ki, Laçının şimal-şərqini götürəndə Qırqız Dağ silsiləsi, sonra Kəlbəcərin belə götürən şimalında, şimal-şərqi Murad Dağ silsiləsi keçilməz, Qarabağ dağ yaylası, ümumiyyətlə dağlardan ibarət, eyni zamanda briqadanın Dəli Dağ 3616 metr dəniz səviyyəsinin yüksəkliyi, Kəlbəcərin bütün ərazisi, Laçın da ümumiyyətlə 2 rayon ərazisi ancaq çətin iqlim, relyef şərti olan bir ərazidir. Və bu vəziyyətdə dağlarda yolların olmaması, məhdud yollar, texnikanın, ümumiyyətlə texnikanın hərəkəti məhduddur. Yəni belə bir vəziyyətdə hələ biz qeyd edək ki, Laçında ən yaxşı yüksək səviyyədə olan hospital da mövcuduydu. Yəni bunun hamısı təşkil olunmuşdu. Amma söhbət ondan gedir ki, biz Qənizadə ilə Tərtərə gəldik korpusa. Əziz ağa müəllim onu xatırlayır. Mən dəfələrlə demişəm, o da özü də bilir. Yəni, korpus komandiri Nəcməndi Sadıqov idi. 2 gün, demək, polkovnik Qənizadə onun qəbulunda oldu. Mənə elə gəldi ki,
o Əzza müəllimi qəbul eləmədi. Çünki mən orada iştirak eləmədim. Biz gəlmişdik, mən də ezam olmuşdum. Yeni gənc əsgərlər aparırdıq briqadiya. Və biz vertolyota minəndə Qəmzadə dedi ki, Əzza müəllim, dedi, o çox təkəbbürlüdür, çox yekəxanadır, onunla danışma mümkün deyil. Yəni, bu söz rusca dedi. Yəni, mənasını mən deyirəm. Təsəvvür edin də, Kəlbəcər artıq işğal olunma ərəfəsindədir, az sonra da işğal olundu. Həm Kəlbəcər Ermənistan dövlət sərhədi tərəfindən, eyni zamanda Dağlıq Qarabağ istiqamətindən və Laçın şimal koridor istiqamətindən artıq hücumlar başlamaq ərəfəsindədir. Və mən qeyd edeyim ki, ermənilərin iki ordusu var idi. Bir ordu Ermənistan silahlı qüvvələri idi. Yəni, o Ermənistan silahlı qüvvələrin aid qoşunları idi və hardasa sonraki dövrədə statistik məlumata görə 19 mindən artıq həmin qüvvələr Dağlıq Qarabağda yerləşdirilmişdir. Və biz qayıtdıq Kəlbəcər Laçına və Kürtacıda vertolyodan düşdük, oradan da getdik öz istiqamətlərimizə və nəhayət mart ayının axırı 1000 əziyyət bahasına azad edilmiş Qoçazı və digər yüksəkləri əmr gəldi, briqada komandanın əmri ki, briqada qayıtmalıdır Kəlbəcərin müdafiəsinə. Və briqada Kəlbəcərin müdafiəsinə qaydanda artıq deyək ki, martın 2-si, 3-ü və 4-də tam işğal olundu Kəlbəcər, böyük qəhrəmanlıq göstərdi. Çünki briqada geri çəkildikcə Laçında olan erməni qüvvələri təqib edirdi. Və eyni zamanda Kəlbəcərə Ermənistan ölkəsi dövlət sərhəd tərəfindən hücum olundu. O hücumun da başında Asala terror təşkilatının demək liderlərinə olan və Martunidə ilk polku yaradan, Martuni polkunun ilk komandiri olan Monte Melkanyan başçılıq edirdi. Eyni zamanda da Ağdərə istiqamətindən, yəni mən bilən Vaqvasda da döyüşlər getmişdi. Yəni o istiqamətdə briqadiya hücum olundu, yəni Kəlbəcərə hücum olundu və nəhayət ayın 4-də Kəlbəcər işğal olundu. Və bizim 5-ci Bərdə taborunun komandiri Tahir Cəfərov həmin döyüşdə etkin düşdü 10 nəfərlə. Mən istəyirəm onların adını deyəm. Cəfərov Tahir Cəmaləddin oğlu, Abbasov Cəfər Əfqanoğlu, Nəcəfov Asəf Yusifoğlu, Məmmədov Əlbaba İsmailoğlu, Əhmədov Qabil İlyasoğlu, Quliyev Ziya Yelmaroğlu, Ümbətov İlyas Bilişoğlu, İsakov Dilbazi Dadaşoğlu, Məlkov Zamin Ataşoğlu. Yəni, bu insanlar kombatla bir yerdə qəhrəmanlıq göstərərək döyüşmüşdülər və yeganə batalyon komandiri oldu ki, Tahir Cəfərov etkin düşdü və briqadanın bir çox zabitləri qərargah rəisi Aydın Şiriyev başda olmaqla demək, Aydın Şiriyev ağır yaralandı. Briqada demək, Kəlbəcərin 60 minə yaxın əhalisinin təxliyə olunmasında böyük rol oynadı və 2-ci Xocalı hadisəsi, Ağdaban, Qaradağlı hadisəsini biz yaşamadıq. Yəni, briqada çəkildi Murovdağ istiqamətinə və müdafiə mövqeyində dayandı. Yəni, mənim deməyim odur ki, bizim Bərdə taborunun 2 əskəri İskəndərov Xaqani Umudoğlu və Cabbarov Qəzənfər Yanşaq kəndində demək, əlində silah son nəfəsinə qədər döyüşən bizim briqada komandiri Əzza Qənzadənin çox pis vəziyyətdə orada tapmışdılar Yanşaq kəndində. Hətta əlində pistoletlə döyüşürdü Qənzadə və onu Tovana kəndinə gətirmişdilər. Yəni, bizim bu əsgərlərimiz böyük fədakarlıq göstərərək briqada komandirini döyüş bölgəsində, yəni təsəvvür edin ki, Əzza müəllim çaya düşür, çayla o su yox vaxtı, yəni o don vuran çayda özə çıxmışdı. Yəni, bunu deməklə məqsəd nədir? Yəni, artıq torpaqların işğalına azad olunub, biz Kəlbəcər ərazisinə gedirik və doğrudan da əsgərlərimiz nə qədər böyük fiziki gücə, nə qədər psixoloji mənəvi durumu yüksək olmasına rəğmən bu döyüşlər aparırlar. İndi mən baxıram ki, yəni bu qədər keçilməz dağlarda, uçqunlarda, soyuqda,
Yəni orada əsgərlərimiz, zabitlərimiz təbiətlə birinci mübarizə aparırdı, sonra düşmənlə. Çünki orada hər an don vurub və don vurmada nə qədər əsgərlərimiz dünyalarını dəyişdilər, şəhid oldular. Yəni Kəlbəcərin, yenə deyirəm, bu qədər asançılıqla verilməyinin mən bir səbəbini dedim və ikinci səbəb, əsas bu siyasi tərəfidir bu işin. Demək, Murovdağdan və digər müəyyən strateji yüksəklərdən durub baxanda, məsələn, Kəlbəcərin asan işğal olunması, Laçın rayonu ümumiyyətlə 1992-ci ilin 18-ci işğal oldu Laçın rayonu. Laçın rayonu necə işğal olunub, o hələ də mənə təəccüblü gəlir. Çünki orada ermənilər əgər orada Laçınla sərhəd kətləri vardı, Texti, sonra Korniyadzordu, Qafandı, Xoznavardı, Görüstü, məsələn o ərazidə. Demək, Zabux dərəsinə düşməlidirlər, Zabux çaydan. Sonra arada böyük bir yal var, o yal məsələn dağ silsiləsidir. Ondan sonra da Həkəri çayıdır. Həkəri çayından sonra Laçının, ümumiyyətlə Laçına qalxan, şəhərə qalxan yolda demək çox elsiz bir yol, texnika çıxa bilmir, tank, BMP oradan gedəsi deyildi. Yəni bu ərazilərin bu dərəcədə də iki böyük rayonun, Şuşa ilə Laçının işğalı, özdə o sürətlə gəlib işğal edirlər, 10 gün müddətində iki böyük rayon, həm də nəzərə alsaq ki, bunların hamısı dağlıq ərazilərdir. Erməni ora nə qədər qüvvəyə gəldi ki, 100 min adamdan gəlməmişdi ki, erməni uzaq başı bir 500-600 nəfərin ora gələ bilərdi. Yəni görsənir ki, burada da müəyyən məqamlar olub və eyni zamanda Kəlbəcərin işğalına da baxırsan ki, Kəlbəcər rayonu. Yəni, Müdafiə Naziri var, Qərəbaş Qərəgərəsi var, Əməliyyat İdarəsi var, Kəşfiyyat İdarəsi var. Yəni, bu Kəlbəcərin işğalını sürətləndirən nə idi? Sadəcə olaraq onlar fikirləşirdilər ki, və Dadaş Rzayev də dəsən bir dəfə demişdi ki, ermənilər Kəlbəcə hücum eləməyəcəklər. Ona görə ki, Kəlbəcə Dağlıq Qarabağa aid olmayan rayondur. Amma əslində baxsan, ermənilər öz xislətlərinə uyğun olaraq bu hücumu reallaşdırdılar və Kəlbəcə işğal elədilər. Sonra da 94-cü Murovdağ əməliyyatına böyük itkilərimiz oldu. Kəndlər götürüldü, yenidən verildi. Çünki təbiətin özü amansız idi və təbii ki, erməninin də arxasında duran qüvvələri var idi. Mən o dövrü yaşamışıq, o dövrü görmüşük. Mən bir məsəl çəkmək istəyirəm. Məsələ o tarixdə nümunə gətirmək istəyirəm. 1789-cu ildə Fransada böyük Fransa inqilabı baş verir. Mən bu məsələ həmişə çəkirəm və Fransa xaos içində olur. Jirondistlər hakimiyyətə gəlir, sonra Yakobinska diktatura deyirlər, Yakobinçilər hakimiyyəti, Yakobinçilərin lideri Maximilian Robespierre, sonra digər o inqilabçılar, Lafayette, Barras və digər inqilabçılar olur. Və bunlar Fransanı xaosa sürükləyirlər. Ordu, ümumiyyətlə, orduda baş pozluq əmələ gəlir. Fransa müəyyən əraziləri itirir və gilyotin aparatı, boyun vuran aparat icra olunur və bütün inqilab liderlərinin boyunun ondan vururlar. Yəni, belə bir xaos, anarxiya olur ta 1799-cu ilə qədər. Napoleon Bonaparte general müəyyən uğurlu əməliyyatlar həyata keçirir və bunu göndərilir İtaliyaya. İtaliyada bu ordunu düzəldir, İtaliya ordusunu qaydaya salır, tamam düzəldir və sonra hakimiyyətə gəlir, Napoleon kodeksini yaradır, ölkədə hüquqi dövlətin əsasını qoyur və birinci respublikanı yaradır. Fransa ümumiyyətlə 5 respublika olubdur müəyyən dövrlərdə. Və indi mən sizə bir söz deyim də, o ordunu qaydaya salır, orada olan o xaos hallarını aradan qaldırırlar və orada generallar yetişir, marşallar yetişir və onlar hər korpusun öz elə bir komandir korpusu, əlahiddə bir böyük ordunun, ona deyirlər böyük ordu.
Məsələn, 40 min ordu bir general, marşal idarə edir, o generalları var idi. Və onlar ərazini tanıyırdılar, ora şəraitə qiymət verirdilər. Fransa inqilabından misal çəkirəm. Niyə çəkirəm onu? Çünki 93-cü ildə ilə 92-ci ildə bizim bu cəbhə hakimiyyəti həmən Jurnalistlər və ya Komissar hakimiyyətinə bənzəyirdi. Eynən həmən insanlar dövlətçilikdən uzaq, idarəçilikdən uzaq, ümumiyyətlə heç bir siyasi potensialı, siyasi mövqeyi, ümumiyyətlə siyasi bilgisi olmayan insanlar və hərbi sahədə çox olan insanlar, amma əslində böyük ambisiyalarla, böyük demək, iddialarla hakimiyyətə gəlmiş təsadüfi adamların nəticəsində, əməllərinin nəticəsində bizim Kəlbəcərin işğalını biz gördük. Və o insanlar hüquqi dövlət anlayışı, ölkənin müdafiə qüdrəti onlar üçün elə də vacib deyildi. Yəni, mən əslində baxsan sonraki dövrlərdə biz bunu gördük. Yəni, 93-cü ilin ortasına qədər, 92-ci ildə, yəni 91-ci ildə, ümumiyyətlə 90-cı ildən üz tutmuş 93-ə qədər bu məsələləri biz şahidi olduq. Yəni, siyasi hakimiyyət olmayan yerdə ordu quruculuğuna danışmağa dəyməz. Çünki heç kəs, heç bir demək, yüksək rütbəli nazirlər və digər demək, qurumlar öz işlərini demək, günün tələbinə aid qura bilmirdilər və heç qurmaq istəmirdilər. Ona görə də Kəlbəcər kimi böyük bir rayon işğal olundu və elə bil ki, bu insanlar üçün nə qədər çox etki versəm, o qədər qanuna uyğunluq sayılırdı ki, bizim itkimiz çox olub. Bəzi komandirlər var idi, deyirdi, məsələn, mən 100 nəfər mən şəhid vermişəm, amma axı nəticə ortada yoxdur. Əslində, baxsan, minimum itki ilə böyük qələbələr əldə etmək lazımdır. Ona görə də o çox anormal bir yanaşma idi. Və çox şükür ki, o Yakobinçə jurnalistlər hakimiyyətdən getdilər və bir daha bu xalqın, yəni dövlətin ərkanına, dövlətin üstünlüyünə ziyan vurmadılar. Yəni bizdə də eynən həmən xaos gedirdi. Axır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi, bu konkret bu xaos, anarxiya qabaq alındı, ordu quruculuğu başladı, ordu quruculuğundan atəşkəs imzalandı və nəhayət bu illər ərzində bizim generallarımız, zabitlərimiz, yəni həm quru qoşunu, həm hərbi hava qüvvələri, eyni zamanda dəniz qüvvələrimiz, yəni bütün hamısı yüksək səviyyədə inkişaf elədi. Və nəhayət, 20-ci il müharibəsində bizim generalların yüksək intellekta malik olmalarını, onların döyüş şəraitini qiymət verməsini və döyüş qərarının qəbul olunmasında Ali Baş Komandan başda olmaqla, eyni zamanda prezidentin, Ali Baş Komandanın siyasi qərar qəbul olunması, diplomatik sahədə qalib gəlməsi və nəhayət ordunun da, xalqın da mənəvi psixolojinin yüksəlməsi, monolitik təşkil olunması, bunun hamısı axırda qələbənin əsasını qoydu. Yəni, mənim deməkdə məqsədim odur ki, o yerdəki nizam-intizam yoxdur, orada döyüş hazırlığını danışmağa dəyməz. O yerdəki əskərin, zabitin psixoloji durumu bir yerində deyilsə, orada döyüş, elə kadr potensial olsun, döyüş hazırlığını danışmağa dəyməz. Çünki birinci nizam-intizamdır. Yəni, mənim bu misal çəkmədə məqsədim odur ki, Pənah Hüseyin də danışır, o bir siyasətçilər danışır. Baxsan ki, bunlar baş nazir olurlar, bunlar müəyyən, indi prezident heç də prezident deyək ki, prezidentdir, ona məlumatlar verilir. Axı, müdafiə naziri, baş nazir, eyni zamanda digər nazirlər, bunlar o dövrün ölkəni idarə edən ən vacib kadrlar, insanlar olublar. Heç elə bilirsən ki, heç orta məktəb səviyyəsində bilməyiblər də bu işləri. Axı, bu dağa çıxanda sən görürsən ki, təhlükə hansı tərəfdəndir. 2 böyük rayonu 10 gün içində vermək nə deməkdir? Mən yenə deyirəm, 1936 kvadrat kilometr Kəlbəcər arasında, 1835 Laçın rayonu arasında. Gör, bu nə qədər? 3721 kilometr mən bilən bu qədər eləyir. Yəni, biz bu əzab əziyyət çəkdik. Çünki o vaxtı ölkədə anarxiya olmasaydı, o vaxtı ölkədə
baş pozğu olmasaydı, hakimiyyət olsaydı, biz bu citkiləri verməzdik. Ən azından Kəlbəcərə, Laçına 3 dənə motorcu briqadı yerləşdirdilər. Ağdərə istiqamətinə bir dənə motorcu briqadı yerləşdirilərdi və Kəlbəcərində müdafiə təşkil olunardı və mümkün idi təşkil eləmək. Sadəcə eləmədilər. İndi şükür Allahın böyüklüyünə ki, artıq biz Kəlbəcərdə gedirik, Laçında gedirik, ərazidə oluruq və ərazidə bir neçə gün olanda artıq elə bilirsən ki, həmin anlar yaşayırsa, o insanlar ki, orada qəhrəmanlıq göstərir, hamısının ruhu orada dolaşır. Zaman-zaman xalqımızın başına böyük bəlalar gəlib. Bu döyüş illərdə biz nəslin, yəni bizim, demək, biz yaşlı, bizdən yaşlı da böyük insanların yəni bir missiyada biz həyata keçirdik, getdik, döyüşdük. Amma çox həyat dərsi keçdikdə biz çox şeylər gördük. Bugün də həmin ərazidə itkin düşmüş şəhid itkinlərimizi axtarıb tapırıq. Yəni 5 nəfər Murovdağ istiqamətində tapılıb. Mən həm əsir itkin və Gürovlar İşlə Dövlət Komissiyasına öz minnətdarlığımı bildirirəm. Eyni zamanda bizim qrupun o istiqamətdə olan axtarış qrupunda Rizvan Qasımov başda olmaqla digər döyüşçülərimizə öz minnətdarlığımı bildirirəm ki, doğrudan da bu axtarışların nəticəsi oldu və biz 5 itkinimizi dəfn edə bildik. Hacıyev Qılman Surxayoğlu Bərdə rayonunun Kələntəri kəndindən, Dadaşov Dadaş Şərifoğlu Ağdərə rayonunun Kərəmli kəndindəndir, Bərdə rayonu Otişlər kəndində dəfn olundu. Vəliyev Hidayət İsoğlu Zümrxan kəndində dəfn olundu Bərdə rayonunun. Babayev Vüqar demək Göyçay rayonunda dəfn olundu və Cəllov Azadda Ucar rayonunda dəfn olundu. Yəni bu bizim axtarışımızın nəticəsi oldu. Allah şəhidlərimizə rəhmət eləsin və ayın 3-ü, 4-ü aprel 16-cı ildə demək, aprel hadisələrinin 10 illiyi idi. Aprel döyüşləri bizə nə verdi, nə gətirdi bizə? Aprel döyüşləri, mən dərdim ki, bu general repetisiya deyirlər də, baş məşq belə deyək də. Yəni 20-ci ildən qabaq 4 il əvvəl bu döyüşlər təsadüf olundu və biz elə ön xəttə yaxın ərazilərdə idik. Mən doğrudan da 16-cı il və 94-cü il, 22 il keçmişdi də atəşkəsdən və ordumuzun düzdür, gücünü bilirdik, arsenalımızı, yəni potensialımızı da bilirdik. Amma bu qədər doğrudan da döyüş hazırlanmalıyıq, belə geniş miqyaslı bir döyüş oldu. Bütün cəbhə boyu oldu. Mən deyim də bizim zabitlərimiz şəhid oldular, polkovnikimiz Raqib Orucov, mən misal çəkə bilərəm və digər bizim böyük rütbəli zabitlərimiz şəhid oldular. Eyni zamanda Bərdə rayonunda Lələtəpə istiqamətində Həsənov Ziya Niyazoğlu baş leytenant şəhid oldu. Bir gün sonra Musayev Səbuhi Rafailoğlu Bərdənin Mustafalı kəndindən şəhid oldu. Yəni Lələtəpə istiqamətində, Cocuq Mərzani istiqamətində yəni o dövrün şəraitini götürəndə elə o dövrdə də bizim əsgərlərimizin vətənpərvər ruhu yüksək idi. Çünki biz öz torpaqlarımızı müdafiə edirik. Biz işğalçı deyilik. Bu dövrdə də həmin əsgərlərin övladları döyüşürdülər. Və bizim Bərdə taborundan 6 nəfər əsgərin övladları bu döyüşdə şəhid oldu. 20-ci il müharibəsində şəhid oldular. O dövrdə, yəni o əsgərlər gəldilər, ailə həyatı qurdular və nəhayət döyüş başladı, onların övladları şəhid oldular. Yəni o bizim xalqımızın böyüklüyüdür bu, bizim xalqımızın vətənpərvər olmağının... Ataları qoyduğu vergi mərkəzini qoydular. Təbii, yəni onu qeyd edeyim ki, aprel hadisələri doğrudan aprel döyüşlərində böyük qəhrəmanlıq oldu və nəhayət 20-ci ildə bu məsələ yekunlaşdı. 23-cü ildə də konkret olaraq bizim suverenliyimiz bərpa olundu, müstəqil. Suverenliyimiz bütün bu bir nəfər də olsun erməni
qalmadı Azərbaycanda, Dağlıq Qarabağda. Yəni konkret olaraq antiterror əməliyyatında onlar başa düşdü ki, mümkün deyil də. Yəni Azərbaycan dövlətinin tərkibində Azərbaycan qanunlara hörmət edib, Azərbaycan qanunları ilə yaşamaq istəyirsinizsə, yaşamaq istəmirsiniz, gedə bilərsiniz. Yəni bunlar getdilər. Şükür Allahın böyüklüyünə ki, neçə yüzildən sonra Azərbaycan xalqı öz tam olaraq ərazi bütövlüyünü, suverenini bərpa elədi. Yəni konkret olaraq Ali Baş Komandan, Cənab Prezident bütün dünyaya bunu göstərdi. Bu çox çətin məsələlərdir. Sən qıraqdan baxana döyüş asant gəlir. Amma əslində baxsan, bir yüksəklik döyüş olmadan çıxanda insan nə qədər ağır acı hiss eləyir. O şaxtada, marozda. Yəni mən belə başa düşürəm və doğrudan da elədir. Elə komandirlər də, generallar da hamısı həmişə minimum itki ilə qələbə qazanmağı, yəni bu nizamnamədə də var. Ən azından itki minimum olmalıdır. Və təbii ki, prezidentimiz də, Ali Baş Komandan da onu bu cür qəbul edirdi ki, ən az minimum itki ilə biz torpaqlarımızı azad eləməliyik. Və çox şükür ki, mən həmişə demişəm, yenə deyirəm, 1936 kvadrat kilometr Laçın, Kəlbəcər ərazisidir, 1835 Laçının 1150 Ağdamın ərazisidir və üçü bir yerdə 4921 kvadrat kilometrdir. Dağlıq Qarabağın ərazisi 4400 kvadrat kilometrdir. Yəni 500 kvadrat kilometr də bu 3 rayon Dağlıq Qarabağdan böyükdür. Düzdürmü? Təsəvvür edin ki, o ərazidə müharibə getsəydi, başlı nəğə minalanmış Ağdam ərazisi, üstə gəl Laçın, Kəlbəcər dağlı ərazilər, Ermənistanın dövlət sərhəddi, gör biz nə qədər itki verərdik. Amma biz bir güllə atmadan o torpaqlarımızı azad elədik. Yəni bu, prezidentimizin apardığı böyük bir siyasətin məntiqi sonluğuydu. Yəni, mən yenə deyirəm, bir sabiq batalyon komandiri kimi, mən doğrudan böyük bir möhtəşəm işin şahidi olduq. Yəni, belə, gör biz o qoşun ora getsəydi, nələr baş verərdi. Hər şey səbirlə, təmkinlə, hər şey planla, hər şey siyasi qərarların düzgün qəbul olunmayla başa çatdı. Yəni, çox şükür. Çox şükür ki, biz torpaqlarımızı azad elədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həm 1-ci Qarabağ müharibəsinin, həm 2-ci Qarabağ müharibəsi, antiterror əməliyyatları dövrü, aprel döyüşdən şəhid olanlar, gör, sadaladıqca nə qədər şəhidlərim, Xocalı şəhidləri, Ağdaban, Qaradağlı faciəsi, yəni bu faciələrin hamısı, hətta bu erməni, mən bunlara ünsür, nə deyəsin, mən başım çıxma ki, bunlara biz nə deyək, hansı bir söz tabaq ki, bəşəri cinayət törətmiş bir millətdir, bir toplumdur, yəni bunlara dövlət deyəndə adamın dili gəlmir, bunların ömrü boyu dövlət olmuyor. Təsəvvür edin ki, Bərdə və Gəncəni bunlar dinc əhalinin uşaqları vurdular. Gör, Bərdə nə qədər və Gəncədə nə qədər uşaqlar, dinc əhali şəhid oldu. Yəni, bu hamısı bizim xalqın başına bunların getdiyi faciədir. Ona görə də, indi biz yaşımızın bu vaxtında gənclərimizə də tövsiyə edirik ki, insan öz vətənin yanında olar, insan dövlətçinin yanında olmalıdır, dövlətimizi qorumalıyıq. Çünki dünya qazan kimi qaynayır, hər yerdə münaqişə, hər yerdə müharibə. Amma bu böyük okeanda bizim bu Azərbaycan gəmisi deyək də çox gözəl irəliləyir. Yəni bütün bu dalğalara, qasırğalara, yəni ölkələr var ki, sükanı qırıq gəmi kimi də dalğa harası götür aparır. Yəni o idarə olunmur. Amma Azərbaycan şükür Allahın böyüklüyünə ki, böyük dövlətdir, böyük xalqdır, öz mənəvi dəyərlərinə sahib çıxan xalqdır. Bizdə ağsaqqal, qarasaqqal var, ağbıçək var. Yəni biz öz xalqımız, öz kökümüzdən fəxr eləməliyik və bizim gənclərimiz də 1000 illər keçsə yenə həminki 20-ci illər kimi bütün hamı monolit bir xalq prezidentimizin, Ali Baş Komandanın ordumuzun ətrafında olduq və düşməni qovduq, çıxartdıq. Yəni bizim xalqımız böyük xalq. Ona görə də Allah xalqımızı qorusun, ordumuzu qorusun. İnşallah bir daha bizim xalqın başına belə bəlalar, belə
ağla gəlməyən işlər gəlməsin inşallah.